قال الله تبارك وتعالى في القرآن الكريم فكلوا منها وأطعموا البائس الفقير صدق الله العلي العظيم. Allah bəndələri yenə də özümü və sizləri ilahi təqvaya dəvət edirəm. Allah-u Teala'nın haram buyurduqlarından çəkinməyə, vacibatın icrasına dəvət edirəm. Və Allahdan istəyirəm ki, təqvalı olmaqda, haramlardan, günahlardan çəkinməkdə bizlərə yar olsun. Və bu əzəmətli Qurban Bayramı münasibəti ilə Həzrətin Məhzər-i Şərifinə və siz möhtərəm möminlərə təbrik və təhniyyət ərz edirəm və Allahdan istəyirəm ki, bu günü bizlərə mübarək eyləsin və ömrümüzün sonuncu Qurban Bayramı bizlər üçün qərar verməsin. Allah Təbarək və Teala Qur'an-ı Kərimdə belə buyurur: "Fəkulu minha." O qurbanlıq heyvanlarının ətindən yeyiz özüz. "Və at'imul ba'isel fəqir." Və binava fəqirlərə, kasıblara yedizdirüz, itam ediyiz. Bu gündə ki, heyvanlar qurbanlıq edirsiniz, özüz də yeyiz o heyvanların ətindən, füqəraya da itam ediz, yedizdiriz. Allah Resulü buyurur ki, Allah Təbarək və Teala Qurban Bayramın onun üçün qərar verdi ki, fəqirlər ətdən doyunca yesinlər. Heç olmasa, bu ifadə özümün mənimdir, heç olmasa bir gün olsun ki, dünyada müsəlmanlar ət yesinlər, ətdən doysunlar. Çünki ғəni insanlar, varlılar, imkanlı insanlar öz missiyaların, öz vəzifələrin layiqincə yerinə yetirmirlər. Çünki müsəlmanlara zülm olunur. Çünki millətlərin sərvətləri qarət olunur. Əgər Allahın insanlar üçün ayırdığı sərvətlər ədalətli şəkildə insanlar arasında, millət arasında bölünsə, nefti, qazı, başqa sərvətləri, insanlar bu cür çətin halda yaşamazlar. Və insanlar cəmiyyətdə öz ictimai vəzifələrinə əməl etsələr, ilahi vergilərin versələr, Allahın möminlər üçün buyurduqlarına əməl etsələr, infaqdır, xeyriyyəçilikdir, füqəraya itam etməkdir, bu cür olsa, füqəra əziyyət çəkməz. Qur'an da buyurur ki, bu gündə qurbanlıq heyvanlarının ətindən özüz yeyiz və füqəraya yedizdiriz. Həzrət Rasulullah da buyurur ki, Allah Qurban Bayramın qərar verdi ki, bu gündə füqəra ətdən doysun. Buna xatir qurbanlıq heyvanların ətindən füqəraya, onlara yedizdiriz, kasıblara yedizdiriz. Elə bu deyir ki, insan gedə, qurbanlıq edə, gətirə qurbanlıq ətin soyuducuda saxlaya ki, nə qədər bizə kifayət eləyər. Bir ay bəs eləyər? Bəli, bəsimizdir bir ay. Neçə həftə? Ümumiyyətlə, qurbanlığın mahiyyəti budur. Qurban Bayramı mənəvi bir gündür. Qurban Bayramı bizə buyurur ki, necə ki heyvanları zibh edirsiniz, nəfsani istəklərinizi zibh ediz, qurbanlıq ediz, nəfsüzü qurbanlıq ediz. Sizi Allahdan hansı şeylər ayırır, onları qurbanlıq ediz, onların başını kəsiz. Sizi insanlıqdan hansı əməllər, işlər saxlayır, onları qurbanlıq ediz. Sizi mənəviyyatdan, cənnətdən, Allaha yaxınlaşmaqdan hansı amillər saxlayırsa, insan gərək bu gün düşünə, onları qurbanlıq edə. Bu gün elə bir gündür ki, insan gərək qəflətdən ayıla. Allah, mən nə üçün bu cür yaşayıram? Sən istəyən kimi yaşayıram, ya öz istədiyim kimi? Sən buyurduğun kimi
yaşayıram, ya şeytanın, nəfsani istəklərimin istədiyi kimi yaşayıram. Xoşbəxtçilik təqvadadır. Xoşbəxtçilik Allah istəyən kimi yaşamaqdadır. O şeylər ki, bizləri şəriətdən, dindən, Allahdan, mənəviyyatdan uzaq salır və İmam-ı Zamanı bizdən narazı eləyir, gərək bugün düşünək, tapaq, onları qurbanlıq edək. Nə var heyvanların başını kəsməyə? Bu hünər deyil. Nəfsani istəklərin, şəhvətin, tamahın, qəzəbin, təkəbbürün, başqa bəyənilməyən hissləri ki, insanı mənəviyyatdan saxlayır, bunların gərək başını kəsək. Bunlar hünər istəyir. Hünər budur. Hünər budur ki, bugün insan düşünə, günümüzün Kərbəlası, Qəzzəni gərək unutmayaq. Mən qurbanlıq edirəm, onun ətindən özüm, ailə üzvlərim rahat yiyəcək, qidalanacaq, süfrələr açılacaq. Amma insanlar, müsəlmanlar çox çətin vəziyyətdə yaşayırlar. İnsan yadına düşəndə, ki bəzən olur yadına düşmür, amma yadına düşəndə xəcalət çəkir. İnsan süfrə başında iştahası qaçır, Qəzzədə olan o çətin vəziyyəti xatırlayanda. Səhnələr insanın qəlbini ağradır. Bu Qurban Bayramı günündə bir müsəlman kimi, bir şiə kimi, bir insan kimi, məzhəbindən, dinindən, irqindən asılı olmayaraq, hər bir insanı bu vəhşilik narahat etməlidir. Qəlbində zərrə qədər mərhəmət olan, vicdanı olan insanı bu səhnələr, Qəzzədə baş verən hadisələr, aclıqlar, faciələr narahat etməlidir. O analar ki, səhnələri müşahidə elədiniz, yerdən dağılmış unu necə yığırdılar Allah. Bu mənfur rejim, İsrail rejimi yaranan gündən çoxlu faciələr edibdi. Məxsusən bu son illər, son aylar misli görünməyən faciələr etdilər, soyqırım etdilər. Minlərlə günahsız insanları, məxsusən minlərlə günahsız körpəni faciəli şəkildə öldürdülər. Amma sonuncu əməlləri daha faciəlidir. Tarix bunu öz səhifələrində qeyd edəcək, yazacaq. Gələcək nəsillər bunların törətdiyi faciələri oxuyacaqlar. Bu unudulmayacaq. Onlar pullar xərc edirdilər. Hər bir atılan bombanın qiyməti var. Atırdılar. Məsələn, bir evi dağıdırdılar. O evin içində 5 nəfər, 3 nəfər günahsız insanlar həlak olurdu, şəhid olurdular. Amma indiki sonuncu hadisələr gör nələr edirlər. İnsanlara güya bunlar hansısa vasitələrlə yemək çatdırırlar. Diqqət edin, ac insanlara. Elə bir səhnə yaradırlar ki, nə ərzaq paylanılır, yemək paylanılır. İnsanlar ora toplanır, yığışırlar və sonra bunlar artıq bomba atmırlar. Güllələrlə onları soyqırım edirlər. Gördünüz, müşahidə elədiniz? Necə ki, Həzrət Ağa da çıxışında buna işarə buyurdular. Çox dəhşətli bir faciədir bu. Hər döyüşün qanunları var, müharibənin qanunları var, əsarətin qanunları var. Nəinki dini qanunlara, beynəlxalq səviyyədə qəbul olunmuş qanunlar. O ki, deyirik, günümüzün Kərbəlası nə üçün? Çünki Kərbəlada bütün döyüş qanunları, ərəblərə məxsus olan qanunlar, bütün qanunlar tapdalandı. Körpə südəmər bala oxulandı. Qəzzə günümüzün Kərbəlasıdır. Ac insanlar öz balalarını doyuzdurmaq üçün, özləri doymaq üçün, qidalanmaq üçün ki, mühasirədədirlər.
Bunları yemək adı ilə, ərzaq adı ilə yığasan, onlar toplanandan sonra onları gülləyə basasan. Özlərində düşünürlər ki, bunlara bu sərf eləyir. Güllənin qiyməti hara? Bir təyyarə qalxa, oradan ağır-ağır bombalar tökə, bunun qiyməti, xərci də azdır ondan. Dəhşətli günləri yaşayırıq. Bir müsəlman olaraq buna gərək etirazımızı bildirək. Bu hala görə gərək narahat olaq. Bu bizi narahat etməlidir. Əgər bu bizi narahat etmirsə, gərək insanlığımızda, müsəlmançılığımızda, şiəçiliyimizdə şəkk eləyək. Ümumi şəkildə hər bir insanı ki, bu faciə narahat etmirsə, gərək insanlığında düşünə ki, mən necə insanam ki, insanlığa bu qədər zülm olunur, məni narahat etmir. Artıq bütün ramkaları, çərçivələri pozublar. Bütün dünyada azadlıq sevər insanları, zərrə qədər mərhəməti olan insanları, ərz elədiyim kimi, məzhəbindən, dinindən, millətindən asılı olmayaraq bu narahat edir və etməlidir. İkinci məsələ ki, buna işarə edirəm, biz ki, bu bayram günündə azad şəkildə bayramlıq edirik, qurbanlıq edirik. Dəyərli insanlar, böyük şəxsiyyətlər, əziz ruhanilərimiz və möminlər illərdir bu bayramları dörd divar arasında, zindanlarda qeyd edirlər. Mən onların bayramlarını təbrik edirəm. Onların ailə üzvlərinin bayramlarını təbrik edirəm. Və ərz edirəm onların ailə üzvlərinə ki, başınızı uca saxlayınız. Onların övladlarını ərz edirəm ki, siz azad insanların övladlarısınız. Tarix bu günləri qeyd edəcək. Biz sizin atalarınızla, bu dəyərli insanlarla iftixar edirik. Və zindanlar içində kiçik zindanlar yaratmaq, qanunları pozmaq, karslara salmağa dəfələrlə işarə etmişik və yenə də işarə edirik. Bütün hallarda hər bir möminə qarşı, hər bir ruhaniyə qarşı zülmlərə etiraz edirik. Və o cümlədən bizim dəyərli ustadımız, dəyərli böyük şəxsiyyət, Hacı Sərdar, Şeyx Sərdar, Hacı Həsənliyə qarşı olunan yenə o karslara ki salınır, haqqı tapdanılır, zülmlərə məruz qalınır, hüquqları əlindən alınır, ailəsi ilə əlaqələri kəsilib, heç bir əsas olunmadan aylar, günlər Karsda saxlanılır. Bunu məhkum edirik, bunu etirazımızı bildiririk. Və yenə ərz edirəm, düşmənə ki, zalimə ki, gərək İmam Hüseyin əleyhissalamın məktəbində olan Şeyx Sərdar kimi şəxsiyyətləri tanısın, başqaları ilə səhv salmasın, başqa siyasi məhbuslarla, başqa sıradan olan, zindanda olan məhbuslarla, hansısa başqa insanlarla səhv salmasınlar. Şeyx Sərdar İmam Hüseyin məktəbinin ləyaqətli yetirməsidir. Şeyx Sərdar əzəmətli, böyük ruha sahibdir. Onu Karsa salmaqla sındırmaq olmaz. Onu Karsa salmaqla onun əzmin, iradəsini qırmaq olmaz. Onu Karsa salmaqla öz hədəfindən saxlamaq olmaz. Təkbir! Allahu Ekber! Allahu Ekber! Allahu Ekber! La ilahe illallah! Buna xatir gərək zalim bu şəxsiyyətləri tanısın və tarixə nəzər salsın ki, bu şəxsiyyətlər, bu ruhanilər kimlərin yetirmələridirlər? Hansı əqidiyə sahibdilər? Azadlıq, hürriyyət bunlar üçün nədir? Bunların Seyyid-i Şühədadır ki, Kərbəla günü dedi, heyhat min nəzzilləh.
zilləti qəbul etmərik. Zillət bizdən çox uzaqdır. Bu əqidiyə sahib olan insanları zindanlarla, işgəncələrlə, qarşısa salmaqla, heç vasitə ilə həqqidən, həqiqətdən, zülmə etirazdan saxlamaq olmaz. Allah'ın verirəm öz izzəti kərəminə tezliklə zalimləri məhv nabud eyləsin. Həzrətin zuhuru ilə gözlərimizi münəvvər eyləsin.